Səhiyyə 525-ci qəzetin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Məlitovdur. Hörmətli Mehriban xanım, hörmətli tədbir iştirakçıları, ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ustad redaktor Nəsir İmanquliyevin 100 illik yubiley tədbirlərinin keçirilməsi ilə bağlı verdiyi sərəncama görə minnətdarlığımı bildirmək istəyirəm. Bir neçə gündür ki, biz Nəsir müəllimlə bağlı tədbirlərdə iştirak edirik. Mətbuat Şurasının tədbirində iştirak etmişdik. Dünən Milli Kitabxanada elmi konferansda iştirak etdik. Sabah Bakı Dövlət Universitetində yenə konferans olacaq. Bütün bunlar hesab edirəm ki, bizim müəllimimizə, ustad redaktora ömrünü şərəflə, vicdanla öz sənətinə həsr eləyən bir insanın gördüyü işlərə bir vəfa borcudur, bir ehtiramımızdır. Nəsir İmanquliyev belə bir ömür yaşayıb ki, hər bir insan bu öyrənilməlidir, hər bir insan nümunə götürməlidir. Amma illah da ki, jurnalistlər, redaktorlar, qəzet işçiləri üçün bu ömür yolu bir məktəbdir, bir böyük nümunədir. Qəzetçiliyin ən aşağı pillələrindən başlayıb, bütün sirlərinə yiyələnə, həm ustad, pedaqoq kimi, həm uzun illər Azərbaycanda yəqin ki, heç ildən sonra da kimsəyə nail ola bilməyəcəyi 30 il iki qəzetə baş redaktorluq etmək, bu əlbəttə nümunə götürülməli bir talidir. Bir pedaqoq kimi Nəsir müəllim təkcə bir neçə nəsil tələbələrə, jurnalistlərə öz təcrübəsini öyrətməklə kifayətlənmədi. Onun bizim indi də tədris olunan jurnalistika məsələləri kitabında redaksiya işinin təşkili və planlaşdırılması, qəzetdə xəbər bölümlərinin müəllifidir və indi də çox aktualdır, çox baxmayaraq ki, informasiya texnologiyaları inkişaf eləyib, baxmayaraq ki, zaman dəyişib, qəzetçilikdən yeni prinsiplər tələb olunur, amma müdrik, uzaq görən bu ideyalar, uzaq görən fikirlər yenə də olduğu kimi qalır və Nəsir müəllimin həmin bölümləri, yazdığı bölümlər bugün də çox aktualdır. Amma şübhəsiz ki, Nəsir müəllimin ən böyük qoyduğu irs Bakı və Baku qəzetləridir. Bugün biz qəzet çap edərkən, qəzetə rəhbərlik edərkən düşünür ki, nəyi etmək olar, nəyi etmək olmaz. Kitablarda yazılanlar bizə dərs keçirilənlərdən savayı. Fikirləşirəm ki, böyük həcmli əsər qəzetdə çap etmək olarmı, roman və digər əsərlər? Yaddaş, alt şuur deyir ki, olar. Çünki görmüsən, xatırlayırsan ki, Nəsir müəllim rəhbərlik elədiyi Bakı qəzetində necə romanlar çap eləyib, Həsən Seyidbailinin, Hüseyin Abbaszadənin, Anar müəllimin dizə dedi, Anar müəllimin böyük həzmli bədii əsərlərini çap eləyib. Fikirləşirsən ki, tariximizlə, mədəniyyətimizlə bağlı böyük həzmli yazılar çap etmək olarmı qəzetdə? Yenə yaddaş öz işini görür və deyir ki, Nəsir müəllim Bakı qəzetində Bakının tarixi ilə bağlı Sara Şürbəylinin Bakı sözünün etimologiyası, Bakının tarixi ilə bağlı böyük həzmli yazılarını çap edirdi. Deməli, olar. Ortada bir örnək var. Sən öz müəlliflərinlə qürur duyursan ki, sənin qəzetinə Anar müəllim, Elçin müəllim yazılar yazır. Amma fikirləşirsən ki, Baku qəzetlərində Qara Qarayev, Fikrət Əmirov, Mirzə İbrahimov, Mirzəlal, Hüseyin Abbaszadə, Nurəddin Babayev, Bəxtiyar Vahabzadə və digər kimlər böyük bizim insanlar, yazarlar yazıblar. Sən fikirləşirsən ki, gənc yazarlara yer vermək lazımdır, onların yazılarını çap eləmək lazımdır. Sən demə bunu da Nəsir müəllim çox-çox qabaq edibdir. Ayda bir dəfə gənc yazarların, tanınmayan müəlliflərin əsərlərini, yazılarını öz qəzetində çap edib. Ortada belə bir örnək varsa, nümunə varsa, heç şübhəsiz irəli getmək mümkündür və bu örnəyə söykənə uğurlar qazanmaq mümkündür. Əsas bunun olması, var olmasıdır. Mən Nəsir müəllimin talib elə gətirib ki, bəxtim gətirib ki, mən də tələbəsi olmuşam. Qısa bir müddətdə tələbəsi olmuşdumsa, deməli, Nəsir müəllim bizdən Zaçot da götürmüşdü.
Və onun xarakterinin bir cizgisi, indiyənəcən xatırladığım və o vaxtki universitetlərdə tələbələrin tapşırılmasına xəfif bir etirazın nümayişi kimi yadımda qalıbdır. Zaço tərəfəsində dedi ki, 30 nəfərsiz qrupda 15 nəfərin arxası var, adamı var, amma 15 nəfərin ki, yoxdur. Siz narahat olmayın, hazırlaşın, 15 nəfərin də arxası, adamı mənəm. Və beləcə də elə Zaçotu verdik, keçdi. O, kimsəsizlərin, arxasızların, adamsızların dayağı idi. Eyni zamanda da güclü sözün, istedadlı sözün, səviyyəli sözün yanındaydı. Bu cür adamlar isə heç vaxt unudulmurlar. Təşəkkür edirəm.